Değerli izləyicilər, sizə Xırdalan şəhərində Heydər Əliyev Parkının piyada 10 metrlik məsafəsində orijinal 3 otaqlı 14 mərtəbəli binanın 11-ci mərtəbəsində şəxsi istifadə üçün təmir olunmuş, tam əşyalı 2 balkonu olan mənzil satışa çıxıb. Videonun sonuna qədər izləyin. Bütün məlumatlar video daxilində qeyd olunacaq. Hal-hazırda olduğum hissə mənzilimizin qonaq otağıdır. Qeyd etdiyim kimi 2 balkonu var, mətbəxdən və qonaq otağından. Bu hissə mənzilimizin koridor hissəsidir. Qeyd etdiyim kimi şəxsi istifadə üçün təmir olunub. Orijinal 3 otaq 105 kvadrat metrdən ibarət. Tam təmirlidir. Bütün əşyalar hamısı qalır. Heç bir əşya çıxarılmır. Uşaqlar üçün nəzərdə tutulmuş 2-ci otaq yataq otağı. Yəni pirdelka falan deyil. Radnoy 3 otaqdır, 105 kvadratdır. Tam əşyalı formada satılır. Hamam, sanuzel ayrı-ayrılıqdadır. Sənəd şirkət daxili müqavilədir. Qeyd etdiyim kimi Heydər Əliyev Parkının düz yanında yerləşir. Bina 14 mərtəbədən ibarətdir. Mənzil də 11-ci mərtəbədədir. Mənzilimizin qiyməti təyin olunub 165.000 manat. Real alıcıya endirim nəzərdə tutulub. Əşyalar da hamısı qalır. Bəzi yerlərdə yəni pişik saxladığı üçün mənzil sahibi aboyları cırıb, onu da mənzil sahibi tərəfindən düzəldilib veriləcək. Yəni heç bir problem yoxdur. Mənzilimizin giriş qapısı, pirxoj möbeli, yəni bir sözdən hazır köç yaşa dolu mənzildir. Mərtəbəsi də əladır, yerləşmə yeri çox idealdır. Əlaqə nömrələrimizə əlaqə saxlayın, gəlin baxın. Sağ olun.